Uşağı özünə xidmətə necə öyrəşdirmək olar? Uşağın özünə xidmətə öyrədilməsi onun inkişafında vacib və çətin bir mərhələdir. Uğurun əsas sirri uşağın ən kiçik nailiyyətini belə müsbət şəkildə təşviq etməkdir. Ev işlərini necə və nə cür etmək lazım olduğunu ona öz nümunənizlə göstərin. Ona səhv etməyə imkan verin. İzah edin ki, səhvlər öyrənmə prosesinin bir hissəsidir və ona bu səhvləri necə düzəltmək yollarını tapmaqda kömək edin. Onunla birlikdə evin yığışdırılması, yemək hazırlanması kimi ümumi tapşırıqlar üzərində işləyin. Bu, ailə bağlarını möhkəmləndirir və uşağı əməkdaşlığa öyrədir. Uşağın vəzifələrini tədricən genişləndirərək ona daha çox yeni məsuliyyət və öhdəliklər verməyə çalışın. 2-3 yaşına çatanda uşağın özünə qulluq dairəsi genişlənir. O, artıq özü geyinə, soyuna, yemək yeyə və bərk qidanı kəsək oyuncaqlarını yığışdıra bilir. Onda gigiyena vərdişləri formalaşır. Artıq özü əlini yumağı və ya hətta çimməyi bacarır, şəxsi məkanını yığışdırır və onun təmizliyinə nəzarət edir.